Akşam səs-küy yayıldı. Düşdük aşağı, gördük ki, polislər təcili yardımcadır var. Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Hadisə şəhərin 6-cı mikrorayonunda Taekwondo mərkəzində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında şəhər ərazisində idmanla məşğul olan 22 yaşlı Adil Eyvazov məhz Taekwondo mərkəzinə gələrək məşq etmək istəyib və qəfildən halı pisləşib və orada dünyasını dəyişib. İdman yoldaşlarının verdiyi məlumata görə məhz həmin Adil Eyvazov bu zalda məşq etmirmiş. Yəni digər məşq zallarında fərdi məşqlərlə məşğul olunmuş və ötən gün məhz bu zala gəlib. Bu zalda da elə idmançıların gözü qarşısında qəfildən dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə 22 yaşlı Adil Eyvazov məşq zamanı özünü narahat hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib. Dərhal çağırılan təcili tibbi yardım briqadası hadisə ilə gəlsə də gəncin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə mərhum uzun illər Taekwondo idman növü üzrə məşğul olub. O, ölkə daxili və beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb. Müxtəlif medallarla təltif edilib. Akşam səs-küy yayıldı. Düşdük aşağı, gördük ki, polislər təcili yardımcadır var. Uşaqlardan biri rəhmətə gedib, amma nə səbəbdən rəhmətə getdiyini bilmirik. İndi uşaq da burada idmana gəlirmiş. İndi başqa yerdə də işlədiyi, məşq elədiyi məlum oldu sonradan, amma burada dəqiq tam bilmirik ki, nədəndir. Deyilən ki, tanınmış idmançı olub. Deyəsən tanınmış idmançı olub, tam dəqiq məlumatımız yoxdur hələ ki. Taekwondo müəllimi İsa İsayev Dinas TV-yə bildirib ki, Adil Eyvazov müxtəlif yerlərdə məşq edib. Yalnız ötən gün məşqdən məşq etmək üçün gəlibmiş. Müəllimi mən deyirəm, amma mən onu bilmirəm. Amma belə video görüntülərindən durduğu yerə ekspertiza rəis çıxdı. Durduğu yerdə ürəyi çatışmamazlığı, ekspertiza dedi ki, ürək çatışmamazlığına rəhmətə gedib. Azərbaycan kimdir, Azərbaycan üçüncüsüdür, Avropa çempionatı işləyib, başqa xarici yarışda da medalları var. Azərbaycanın fəxrlərindən biridir. Onu ən azı 10 ildir məşq edir. Mərhumun nəşi doğulub boya başa çatdığı Masallı rayonuna aparılıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Gənc idmançının ölüm səbəbi tibbi ekspertiza nəticəsinə əsasən ürək tutması olub. Adil Eyvazovun vaxtsız ölümü idman ictimaiyyəti və onu tanıyanlar arasında dərin hüznə səbəb olub. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.